Bakı Apellyasiya Məhkəməsi bugün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə şikayəti rədd edib və Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məhkəmə önünə toplaşan 20-dən çox partiya fəalı polis tərəfindən saxlanılıb. Ərazidə internetin bloklandığı bildirilir. Abzas Media işi üzrə həbsdə olan jurnalist Hafiz Babalının səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir. Bu barədə məlumat onun Facebook səhifəsində yayılıb. Məlumata görə jurnalistin sağlamlıq durumu ağırlaşıb. Ayağında göyərmə, qızartı və açıq yaralar yaranıb. Müəssisənin həkimi vəziyyətin ciddi olduğunu təsdiqləyib və təcili tibbi müdaxiləyə ehtiyac olduğunu qeyd edib. İstanbul Respublika Prokurorluğu mərc oyunları ilə bağlı davam edən geniş miqyaslı istintaq çərçivəsində növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində Türkiyəli keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar saxlanılıb. Saxlanılanlar arasında Fenerbahçe'nin futbolçusu Mert Hakan Yandaş, Galatasaray oyuncusu Metehan Baltacı və bir klub rəhbəri də var.